Səfər ayı ağır aydır. Səfər ayında iş görmək olmaz. Belə bir sözlər gəzir. Əgər həqiqətən səfər ayı uğursuz ay olsaydı, həmin ayda doğulan bütün uşaqlar uğursuz talihi yaşayacaqdılar. Elə deyil. Deyirdilər ki, səfər ayı uğursuzdur. Səfər ayında iş görmək olmaz. Səfər ayı ağır aydır. Onda belə çıxır ki, səfər ayında dünyaya gələn insanlar, uşaqlar uğursuz talih yaşayacaqlar. Bu doğru yanaşma deyil. Bəs niyə insanlar səfər ayının ağır ay kimi təqdim eləyirlər, onu tanıtdırırlar? Bilirsiniz ki, səfər ayında xüsusilə biraz Məhərrəmə də qayıdaq. Məhərrəm və səfər aylarında Kərbəla əsirlərinin Şufə və Şam şəhərinə aparıldığı günlərə təsadüf etdiyinə görə ağır ay deyirlər. İkincisi, səfər ayı niyə görə ağır aydı? Çünki o ayda şəhadət ayları var. İmam Həsən, Həzrət Əl-İslamın oğlu, ikinci imam, İmam Həsənin şəhadət gününə təsadüf eləyir. Səfər ayı ağır aydı, ona görə deyirlər ki, 8-ci imam, İmam Rıza əleyhissalamın şəhadət gününə təsadüf eləyir. Səfər ayında Muhammed Resulullah sallallahu aleyhi və aleyhi və səlləm və onun pak ailəsinə Allahın salam və rəhməti olsun, Allah Resulunun şəhadət və vəfat günlərinə təsadüf edir. Səfər ayında Ərbəin ziyarəti var. Mən bunu qısa olaraq deyirəm, o ağırlığa gətirib çıxartmaq istəyirəm. Nəticə itibarı ilə ağır, bunu yadda saxlayın, ağır olan aylar deyil. Ağır olan günahlarımızdır. Uğursuz olan zaman deyil. Allah'tan uzaq düşən qəlblər uğursuzdur.